Salam, hörmətli iştirakçılar, hər birinizi salamlayıram. Bugün Maariflən Dəstək Al, İnteqrasiya ol layihəmizin təlimidir. Bugünkü təlimimizin mövzusu ünsiyyət bacarığıdır. Ünsiyyət bizim həyatımızın hər yerində var. Biz ailəmizlə, dostlarımızla, müəllimlərimizlə və ətrafdakı insanlarla hər gün ünsiyyət qururuq. Düzgün ünsiyyət bir-birimizi daha yaxşı başa düşməyə və bir-birimizə hörmət etməkdə kömək edir. İndi gəlin, özünüzdə bəyəndiyiniz hər hansı bir xüsusiyyəti deyin. Buyurun, kim istəyir? Buyur, gəl zəhmət olmasa. Özündə bəyəndiyin hansı bir xüsusiyyəti demək istəyərdin? Salam, mənim adım Astur, 10 yaşım var, mehribanlıq. Təşəkkür edirəm. Sonra, burada səhv düz cavab yoxdur. Hər birinizin fikri çox dəyərlidir. Buyur, gəl. Salam, mənim adım Aysunur, 15 yaşım var, gülər üzlük. Təşəkkür edirəm. Buyur, gəl. Salam, mənim adım Gürbənizdə, 12 yaşım var, soyadım Cəfərovadır, dinləməyi bacarıram. Təşəkkür edirəm. Buyur. Salam, mənim adım Dənizdir. 13 yaşım var, ünsiyyətdəyəm. Təşəkkür edirəm. Kimsə yenə istəyir, danışsın. Gördüyünüz kimi, hərəmizin yaxşı bir xüsusiyyətləri var və bu yaxşı xüsusiyyətlər bizə düzgün, yaxşı ünsiyyət qurmaqda kömək edir. Ünsiyyət həm də tək danışmaq deyil, ünsiyyət həm də yaxşı qarşıdakı insanı dinləməkdir. Onun sözünü kəsməmək, onun fikirlərinə hörmət etmək, bu ünsiyyətin də bir formasıdır. Biz qarşımızdakı insanla danışanda onu diqqətlə dinləməliyik, onun sözünü kəsməməliyik, onun fikirlərinə hörmət etməliyik, ona nəyisə başa düşməyəndə sual verməliyik və kobud cavab verməməliyik. Hətta onunla danışanda biz göz təması qurmalıyıq. Məsəl üçün, bir adamla danışanda əgər biz telefona baxırıqsa, yaxud qırağa baxırıqsa, bu da həmin ünsiyyətdə xoşa gəlməz hallar baş verir və anlaşılmazlıqlar olur. Ona görə biz ünsiyyət quranda qarşıdakı insanla ondan bariyerləri qorumalıyıq və düzgün ünsiyyəti bacarmalıyıq. İndi gəlin, sizə suallar verəcəm. Düzgün ünsiyyət nədir? Buyur. Düzgün ünsiyyət o deməkdir ki, qarşı tərəf danışanda onu diqqətlə dinləyəsən. Sonra? Əgər qarşı tərəfin danışdığını başa düşməsən, ona təkrar soruşmalısan. Təkrar soruşmalısan. Təşəkkür edirəm. Sonra, sözü kəsmək düzgün ünsiyyətdir? Gəlin zəhmət olmasa. Düzgün ünsiyyət odur ki, dinləməyi bacarmalıyıq, qarşımızdakını dinləməliyik, sözünü kəsməməliyik və də ki, onunla ünsiyyət qurmağı bacarmalıyıq. Sizcə yaxşı dinləyici necə olur? Yaxşı dinləyici o da həmin qarşındakı danışarkən sözünü kəsmir, fikirlərinə riayət eləyir. Kobud cavab vermir, onun fikirlərinə hörmət edir. Sonra, nəsə əlavə eləmək istəyirsən? Bəli. Və qarşındakı danışarkən onu belə başqa yerə baxmırıq, başqa şeylə məşğul olmuruq, onu dinləməyə çaba göstərməliyik. İnsanlar bəzən bir-birini başa düşmür. Sizcə bu nədir? Niyə bir-birini bəzən başa düşmür? Burada hansı ünsiyyətdir? Məsəl üçün, o nəsə deyir, bu da bunu başa düşmür. Burada nə edir? Burada dinləmir onu. Bəli, fikri başqa yerdə olur, dinləmir. Sonra kim nəsə əlavə eləmək istəyər?
Bizim bəzən fikirlərimiz başqa ola bilər, düzdür. Biz başqa bir fikirlərimiz ola bilər. Bizlə ünsiyyət quran adam başqa bir şey deyə bilər. Fikirlərimiz üst-üstə gəlməyə bilər. Bəli. Fikirləri olsun, maraqlı olmuyor bilər. Aha, buyurun gəlin siz də oradan danışmaq istərdiniz, eybi yoxdur. Hörmətlə danışmaq niyə vacibdir? Nəyə görə hörmətlə danışmaq? Özünə bilirsənsə, qarşındakının da fikirlərini hörmət eləməlisən. Sən çox doğru qarşındakı insanı bacanmalısan. Aha, başa çox sağ olun, düzdür. Əgər bir-birimizi başa düşmürüksə, bu ünsiyyətdə sual vermək necə görürsüz? Sual vermək yaxşıdır, sual vermək lazımdır. Bəli, bəli, əgər biz bir-birimizi başa düşmürüksə, biz orada sual da verməliyik və kobud cavab verməməliyik, onun fikrinə hörmət etməliyik. Gəlin indi oyun oynayacağıq. Burada oyunda düzgün ünsiyyət qurmaq və orada səhv və düz olmalıdır. Bir söz kəsmək olacaqdır, sözünü yarımçıq qoymaq. Belə bir oyun oynayacağıq. İndi 2 nəfər gəlsin, zəhmət olmasa. Gəlin, zəhmət olmasa. Vəziyyəti əvvəl səhv, sonra düz edəcəyik. Əvvəl səhv vəziyyəti oynayacaq, sonra düz. Kim nəfər kim gəlmək istəyərdi? Gəlin qızlar. Siz ikiniz zəhmət olmasa gəlin Dənizlə. Aha, bəli. Aha. Dostun danışarkən onun sözünü kəsirsən. Bir şey danış və sən onun sözünü kəsirsən. Mən bu gün məktəbdə Bir bilsən nə olur? Bir mən şəkil çəkəndə hamı mənim şəklimi bəyənmişdi. İndi onun düzgün ünsiyyətə çevirin, zəhmət olmasa. Bu səhv ünsiyyət idi. Sən onun sözünü kəsdin. Aha. bu gün mən məktəbdə reklam eləmişdim, 2-ci oldum. Afərin. Dostunun fikri sənin üçün önəmlidir. Bəli. İndi zəhmət olmasa sən onun sözünü kəsdin, o da sənin üçün. İndi sən rollarınızı dəyişin, zəhmət olmasa. Bir bilsən nə olmuşdu? Məktəbdə Bu gün məktəbdə dərs oxuyanda 1-ci oldum. İndi düz olan, səhv olmayan ünsiyyəti seçin, zəhmət olmasa. bir bilsən məktəbdə nə olmuşdu? Uşaqlarla yola getməyən günü, indi amma bir gün yola getdi uşaqlarla. Hə, yaxşı oldu. Burada hansı davranış düz idi? 2-ci. Aha, ikinci də. Bəs hansı davranış səhv idi? Dinləməliyik. Dinləməmək və sözü kəsmək. Əgər sizlə ünsiyyət quranda, sizi dinləməyəndə necə davranardınız həmin insanla? Həmin insanla danışmazdım. Düzgün ünsiyyət nədir? Düzgün ünsiyyət odur ki, qarşındakı danışarkən onun sözlərinə fikir vermək, onun sözünü kəsməmək və onu danışarkən başqa yerə və yaxud da başqa şeylə ilgilənməmək. Aha. Düzgün, yəni ünsiyyət ümumiyyətlə tək danışmaq deyil. Ünsiyyət həm də nədir? Həm də dinləməkdir. Qarşındakı insanı dinləmək, onun fikirlərinə hörmət etmək, onun fikirlərinə dəstək olmaq bu ünsiyyətin formalarıdır. Zəhmət olmasa gedin oturun. Təşəkkür edirəm. Sonra kim istəyərdi gəlsin? Gəlin. Sən də zəhmət olmasa gəl. Sən bir əhvalatı danışırsan, sən də onu nə edirsən? Sözünü kəsirsən. Mən bugün voleybol oynayan Və sən danışdırsan, sən də başqa bir söz deyib müdaxilə edirsən. Danışıram. Aha, buyur, zəhmət olmasa. Mən bugün voleybol Aha, başqa nə deyə bilərsən? Deyə bilərsən ki, sən çox danışırsan. Ya mənə maraqlı deyil. Baxın, burada danışanda da, burada yenə də danışanda biz nəyə diqqət yetirməliyik? Danışanda nə baxmalısan, onun üzünə baxmalısan, o fikirlərini yönəltməlisən ona ki, sən onu necə dinləyirsən, diqqətlə dinləyirsən, yəni qarşındakı onu hiss eləməlidir. Aha.
Buyur, indi sən ona sualı ver. Danış. Aha, bəli. Mən bu günlər Mən bilmirəm, olsun, deyildim. Yaxşı, burada hansı davranış daha düz davranış idi? Birinci. Yox, ikinci. ikinci. Yaxşı, sənin sözün kəsəndə özün necə hiss etdin? Yaxud da sən necə davranardın? Səndən elə danışsaydı, sözünü kəssəydi, necə davranardın? Pis olardın. Düzgün davranmaq üçün, danışmaq, ünsiyyət qurmaq üçün nə edərdin? Sən nə edərdin düzgün ünsiyyət qurmaq üçün? Onun sözünü kəsməsin, axı qəzim yəni. Onun fikirlərinə hörmət edərdin, onun sözünü kəsməzdin. Bəli, bəzən biz bir-birimizin fikirlərinə hörmət etdikdə, onda biz daha bir-birimizə hörmət edəcəyik, daha bir-birimizi yaxşı dinləyəcəyik və burada nə baş verməyəcəkdir? Hörmətsizlik, bəli, hörmətsizlik baş verməyəcəkdir. Təşəkkür edirəm. Gəlin, zəhmət olmasa, siz gəlin. Kim gəlirdi? Gəl. Səndən kim gəlmək istəyir? Buyur, gəl. Aysu, gəl. İndi gəlin, dostunuz sizin fikrinizdən razı deyil. Siz bir əhvalatı danışırsınız və dostun razı deyil onunla. Burada bizə baxışdı. Yox, sözünü kəsmirsən, razı deyilsən onun fikrinə. O deyir, sən də başqa şey deyirsən. Bəlkə bu gün gedib biraz çöldə voleybol falan oynayaq. Şəkil falan çəkdirərik. Dostum kədərlidir və danışmaq istəmir. Хочешь остановить смеются? Nə olub sən? Niyə kədərlisən? Heç kəs mənimlə oynamır. Yox, mən səndən oynayaram. Gəl gedək oynayaq həyətdə. Qarşı tərəf özünü necə hiss edir? Necə hiss etdi? Kədərli idi, tək idi. Aha. Siz ona nə təklif elədiniz? Oyun oynamağa, yəni tək qalmaq. Aha. Onda necə özünü hiss elədin? Sən kədərli idin, sənə oyun oynamaq təklif etdi. Aha, daha yaxşı oldun. Yaxşı, rollarınızı dəyişin, zəhmət olmasa. Niyə ağlayırsan? Çox təcrübə, heç kəs məndən danışmaq istəmir. Gəl biz söhbət edək. Həqiqi, çox sevindim, gəl. Siz olsaydınız, qarşı tərəf necə davranardın Aysu? Mən də həmçinin davranardım ki, gəl bir yerdə danışalım deyək. Yaxşı, təşəkkür edirəm. Söz kəsmə oyununu oynadınız? Onu da oynayın. Mən danışarsam kəssən. Yox, sən də. Bu günlər biz sən Gözlər, mən bu günləri məktəbdə nəsim çəkdim, ailəçi oldum, birinci sinif oldum. İndi düzgün olan. Bəli. Mən sözümü kəsmirsən. Bu günlər bizdən olmuşdu. Bütün qızlarla getdik həyətdə voleybol oynadıq, güldük, əyləndik. İstədim sənə çağırım, prosu yapmışdım, yadırmızma. Çox yaxşı. Burada düzgün nə olmalı idi? Düzgün ünsiyyət hansı olmalı? Bu düzgün ünsiyyət idi. Bəli, mən dinlədim və hörmətlə yanlış. Bəs birinci olan düzgün ünsiyyət idi. Orada nə idi səhv olan? Aha, burada uşaqlar nə hiss elədiniz? Bax, sizin sözünüz kəsildi, sözünüz deyə bilmədiniz, yarımçıq qaldı. Burada nə oldu? Özüm biraz pis hiss elədim. Sizlik elədim, mən qarşı. Təşəkkür edirəm. Çox sağ olun. Əyləşə bilərsiniz. Kiminizə yenə var sualı? Kimsə yenə istəyir? Uşaqlar aktiv olaq. Kimsə gəlib istəyir, yenə də danışsın. Uşaqlar, bugün öyrəndik ki,
həm danışmaq, həm dinləmək bu ünsiyyətin bir formasıdır və biz düzgün ünsiyyət qurmaq üçün bir-birimizi yaxşı dinləməliyik, onun fikirlərinə hörmət etməliyik, onun sözünü yarımçıq qoymamalıyıq. Onda biz aramızda heç bir mübahisə əmələ gəlməyəcəkdir və bir-birimizin düşüncələrimizə, fikirlərimizə, münasibətlərimizə hörmət edəcəyik. İndi gəlin bu gün nə öyrəndiniz? Xahiş edirəm mənə deyin. Bugünkü öyrəndikləriniz yadınızda qalanlar nə oldu? Buyur, gəl zəhmət olmasa. Bu gün öyrəndik ki, yaxşı ünsiyyət qurmalıyıq. Qarşımızdakı danışarkən sözünü bölməməliyik, onun fikrinə riayət etməliyik və onun fikirləri birisinə üzgünkən ona kömək etməliyik. Aha. Nəyi dəyişmək istəyərdin bu ünsiyyətdə? Nəyi istəyərdin dəyişilsin, ünsiyyət daha yaxşı olsun? Ünsiyyətdə istəyərdim ki, söz kəsilməsin. Heç kimsənin fikri küçümlənməsin. Ən çox hansı hissi bəyəndin? Ən çox fikrin birisinə Ayşə ilə Nəlinin oynadığı birinci oynadıqları bir-birlərinə kömək etmək. Bir-birinə kömək. Təşəkkür edirəm. Çox sağ ol. Kim istəyirdi genə? Gəlsin. Bugün təlimdə nə öyrəndiniz? Ünsiyyət haqqında nələri bildiniz? Zəhmət olmasa Aksana gəl. Nə öyrəndin bugün? Ünsiyyətdə haqqında nələri öyrəndin? Dostlarımın sözünü kəsmək olmaz. Danışarkən. Ondan danışarkən dinləmək lazımdır. Aha, nə əla. Sonra fikirlərinə hörmət, nə etməliyik? Fikirlərinə hörmət etməliyik. Aha, çox sağ ol. Gəlin uşaqlar aktiv olaq. Buyur, gəl. Buyur. Bu günləri dostumuzun sözünü kəsməməyə öyrəndik. Yanındakı söhbət edəndə onun sözünü kəsməməliyik. Onu dinləməliyik. Onun fikirlərinə nə etməliyik? Hörmət etməliyik. Təşəkkür edirəm. Sonra buyur, gəl. Bugünlər öyrəndikdir, qarşımızdakı adamımızı hörmət etməliyik, ona üzülməməlidir. Bəli. Onun sözünü kəsmək olmaz, dinləmək lazımdır. Aha, təşəkkür edirəm. Kim genə qaldı? Gəlsin kimsə genə. Dəniz, gəl. Bugün ünsiyyətdə nəyisə dəyişmək istəyərdin? Ünsiyyətin neyini? Məsəl üçün, hansısa bir ünsiyyət olub səndən, orada nəyisə dəyişmək istəyərdin, kimləsə ünsiyyət etdikdə, daha yeni bir şey, məsəl üçün, nəyi dəyişmək istəyərdin? Hər şeyin qaydasındadır, mənə dinləyiz, hörmət qoysa, yox, dəyişmək istəməzdim. Olub mu elə bir hallı vəziyyətdə olmusa mı, səni dinləməyiblər, sözünü kəsiblər, fikirlərindən razı olmayıblar? Bəli, olub. Danışa bilərsən, nə olub elə bir əhvalat? Mən bir dəfə evdə dostumla idim. Dostuma dedim ki, 6-cı gün getmək istəyirəm parka, təkəmdə gələrsən, mənim sözümü kəsmədən mənə dedi ki, heç getməyəcəm, bir şey yeməyəcəm, hörmətsizlik elədi. Nə oldu, necə oldu, nə hisslər keçirdin onda? Çox üzüldüm, çox pis oldum. Çox üzüldün, çox pis oldun. Hörmətsizlik hiss elədim. Hörmətsizlik hiss elədin, bəli. Bəzən biz ünsiyyət quranda biz orada sözü kəsirik, amma orada sözü də kəsmək olmaz. O da düzgün ünsiyyət deyil. Əgər biz nəyisə başa düşmürüksə, orada biz kobudca yox, nəzakətlə soruşa bilərik. Başa düşmədiyimiz anlayışla sual verə bilər. Təşəkkür edirəm, Dəniz. Sonra zəhmət olmasa sizdə hər hansı bir ünsiyyətlə qarşılaşmısınızmı orada, o haqqda da danışa bilərsiniz? Mənə elə gəlir 2 nəfər görürsən, söhbət eləyirlər. Qıraqdan gedib onların
necə deyim, söhbətlərinə qarışmaq da böyük bir hörmətsizlikdir. Yox, əgər görürsənsə onlar orada mübahisə eləyirlər, yaxınlaşıb qarşı tərəfə sövsünə hörmət eləməyi lazım olduğunu demək lazımdır. O mübahisə olan zaman sizcə o nə edə bilərdi? O mübahisənin qarşısını ala bilərdi? Məncə ayrı-ayrı danışmaq daha yaxşı bir nəticəyə gəlib çıxarda bilər və heç kimi pisləmədən məncə sən burada səhvsən sözünü səhv olan tərəfə demək daha doğru olar. Amma bunu kimisə yanında deyib onu pis eləyəcək şəkildə yox, tək bir şəkildə ki, mən elə fikirləşirəm ki, sən burada səhvsən. Bir-birinin fikirlərinə hörmət edəndə də anlaşılmazlıqlar azalır. Bəli, ona görə biz Нажми, пожалуйста, на стол. Рома, нажми.